Şagirdlərin nə qədər inkişaf elətdiyini ölçməsi üçündür. Biz 50 minlik ilkin investisiya düşünürük. Şimdi qeyd etdiyiniz bəzi məqamlar indiki reallığa çox da uyğun gəlmir. Sürət üçündə pul xərcləmək lazım. 6 ay müddət ərzində biz bu layihəni dediyimiz formata çatdıra bilərik. Sizə nə qədər müddət o kifayət edəcək? Daha çox universitet tələbələri əsasında olubdur. Biznes yönümlü modullarınız olsa, biz onu eləyərdik böyük məmnuniyyətlə. O tipli mühərrikləri seçsəniz, kontent yaratma prosesi daha sürətli olacaq. Salam gənclər, Gələcək üçün Bacarıqlar layihəsinin yeni buraxılışında hər birinizi xoş gördük. Bəli, bu gün də məhz ötən buraxılışlarda olduğu kimi daha bir maraqlı ideyası olan gənci və onun layihəsini tanıyacağıq. Qeyd eləyək ki, bizim Gələcək üçün Bacarıqlar layihəsi İnnovasiyalar Mərkəzi və Asan TV-nin birgə tərəfdaşlığı ilə yayımlanır. Hər zaman kimi yenə münsiflər heyətinin üzvləri bizimlədir. Xoş gəlmisiniz hər biriniz. Mən istərdim ki, onlarla sizi yaxından tanış edeyim. Gamepuls şirkətinin həm təşkiçisi və direktoru Vüsal Kərimli, xoş gəlmisiniz. Xoş gördük. Qafqaz Venture fonunun rəhbəri Məmməd Kərim müəllim, siz də xoş gördük. Salamlayıram. Kod Akademinin həm təşkiçisi və direktoru Ülvi Aslanov, xoş gəlmisiniz. Xoş gördük. Sağ olun. Və Kobiyanın idarə heyətinin sədrinin müşaviri Zaur Qardaşov, siz də xoş gəlmisiniz. Xoş gördük. Bəli, ötən mövsümlər biz daha və eyni zamanda ötən bölümlərdə biz daha fərqli və eyni zamanda maraqlı ideyalar dinləmişdik. Bugün də daha bir gəncimiz bizimlə birlikdədir və mən böyük məmnuniyyətlə onu sizə təqdim etmək istəyirəm. Beləliklə, bugün bizə Diyar layihəsini təqdim eləyəcək Elçin Bayramlı üçün. Xoş gəlmisiniz, gəlin. Xoş gördük. Biz böyük məmnuniyyətlə sizdən Diyar layihəsi haqqında eşitmək istəyirik. Əlbəttə. Buyurun, söz və səhviniz. Hər kəs salamlar. Mən Elçin Bayramlı, Diyar layihəsinin təsisçisiyəm. Bu gün sizlərə interaktiv öyrənmə platforması haqqında məlumat verəcəm. Ümid danışım ki, Diyar layihəsi nədir, bu nəyə xidmət eləyir? Qısa belə izah edeyim. Diyar layihəsi təhsili digitallaşdıraraq öyrənməni həm effektiv, həm də əyləncəli formada eləyir. Gəlin baxaq şöyle bu məqsədə çatmaq üçün qarşımıza hansı problemlər çıxıb və onları nə cür həll etməyə çalışmışıq. İlk öncə, ən böyük problem maraq çatışmamazlığı. Yeni generasiyaya baxaq. Yeni generasiya bütün gününü telefon arxasında oyun oynayaraq, Reelslər izləyərək, Instagramda, TikTokda Reelslər izləyərək keçirir və bu da ki, əlbəttə ki, dopamini pik səviyyəyə çatdıran məşğuliyyətlərdir. Daha sonra onları biz kitab dəftər arxasında tutuşturmağa çalışsaq, onda həmin dopamin səviyyəsi anidən aşağı düşür və bu onlarda narahatçılıq yaradır. Həm bu narahatçılıqla bir yerdə onların öyrənməsi onlar üçün sadəcə bir məcburiyyətdir. Və bu məcburiyyətlə öyrənmək onlar üçün sadəcə qısa hədəflərə çatmaq üçün yararlı olacaq. Lakin bu da əlbəttə ki, effektiv deyil və onlar üçün qalıcı deyil. Növbəti bir problemimiz qeyri-müəyyənlikdir. Dərs götürək 45 dəqiqə dərs keçilir və 45 dəqiqənin yarım saatı ən azı yeni bir mövzunun izahı ilə, ev tapşırıqlarınızsa yeni mövzunun izahı ilə keçir. Və yerdə qalan 15 dəqiqədə müəllim sadəcə və sadəcə 2 və ya 3 tələbəni sual-cavab eləyib onların mövzunu nə qədər qavradığını öyrənə bilir. Yerdə qalan tələbələr isə, şagirdlər isə qara qutu kimidir. Bilinmir ki, dərsi nə səviyyədə qavrayıblar, hansı səviyyədə boşluqlar var, nələr onlara aydın deyil. Növbəti bir problemimiz praktikada boşluqluğun olmasıdır. Tədris sistemimizdə olan onlarla fənnin cəmi 10%-də şagirdlərin daha sonradan praktika eləyə biləcəyi vəsaitlər var. Yerdə qalanlar isə sadəcə qayda kitabı və bildiyimiz ənənəvi testlərdir. Gəlin də baxaq bu problem başqaları tərəfindən nə cür həll olunur? Yəni onların bu problemi həll etməkdə metodu nədir və biz hansı fərqliliklər gətiririk? Əlbəttə, bu cür ümumi tədris prosesini idarə edən platformalar mövcuddur. Dərsə interaktivlik qatan platformalar mövcuddur. Məsələn, Kahoot kimi və ya WordWall kimi proyektlər mövcuddur. Lakin onlar dərsin idarə etməsində köməklik eləsə də, interaktivlik sadəcə testlərin, quizlərin daha digital formada yerinə yetirilməsidir. Və hansısa bir proqramlaşdırma ilə əlaqəlidirsə, onda sadəcə onlara bir qabağına proqram yaza biləcək bir interpreter asılır və daha sonra kodu yazırlar, yükləyirlər. Yəni bu sadəcə bundan ibarətdir. Bu da ki, şagirdlərin marağını çəkməyə kifayət eləmir. Amma biz bunu necə həll etmək istəyirik? Gəlin ondan baxaq. İlk öncə dərslərə özəl oyunlar. Bizim təşkil etdiyimiz modlar vasitəsilə hər bir müəllim hər bir fənnə və hətta fənlərə özəl mövzulara aid müxtəlif belə deyim, modlarda tələbələrinə tədris eləyə bilər. Məsələn,
deyək ki, o tarix dərsi keçir və tarix dərsində xanlıqlar mövzusundadır. Artıq xanlıqlar mövzusu üçün düzəltdiyimiz bir mod vasitəsilə xəritənin üzərində interaktiv, məsələn, bir maşınla hərəkət eləyərək artıq həmin dövrə aid olan məlumatları görür, həmin dövrə aid olan suallar verilir ona. Bir növ sanki oyundaymış kimi bu proses baş verir. Daha sonra müəllim paneli. Bizim müəllim panelimiz vasitəsilə artıq bir müəllim ayrı-ayrı sinifləri və ayrı-ayrı şagirdləri analitikasını görə və onların zəif və güclü tərəflərini burada aşkar edə bilər. Daha sonra isə effektiv öyrənmə. Az öncə danışdığımız dopamin əksikliyi, dopaminin pik səviyyə çatma məsələsi. Biz dedik ki, dopamin detoksu ilə biz bunları minimala endirsək, qabağına kitab, dəftər qoysaq, bunlar bu metodu seçməyəcəklər. Seçsələr nə gözəl, amma bu təəssüf ki, praktikada mümkün deyil. Biz ona görə nə etdik? Biz dopamin detoksu yerinə dopamin yer dəyişməsi elədik. Yəni dopamini müəyyən səviyyə aşağı salırıq, pik səviyyəsindən, amma yenə də onların bu prosesdə əyləndiklərini hiss eləmələrini təmin edirik. Və onlar bir növ bu proses vasitəsilə həm belə deyim, zərərli və gərəksiz vərdişlərdən, o dediyimiz oyunlardan, o dediyimiz risklərdən uzaq dururlar. Həm də ki, dərsi daha effektiv şəkildə öyrənmiş olurlar. Və hətta biz burada dopamin səviyyəsini aşağı endirdiyimizə görə artıq əlbəttə ki, bütün fənləri belə deyim, interaktivləşdirmək mümkün deyil. Ona görə digər fənlərə də daha belə deyim, keçid eləmək onlar üçün rahat formaya gəlir. Məhsulumuzun özəlini interaktiv modlar təşkil edir. 2 və 10 dəqiqəlik dediyim kimi fənlərə və fənlərə özəl təşkil olunmuş mövzulara həsr olunmuş bizdə modlar mövcuddur. Müəllim paneli haqqında danışdıq. Canlı sinif modumuz nədir? Artıq bir müəllim bir dərsdə müəyyən bir mövzunu izah edəndən sonra orada müəyyən bir sessiya başladı və bu sessiyaya qoşulmuş şagirdlərin rəqabət içində həmin mövzunu həm oynayıb, həm də öyrənməsini təmin edir müəllim və beləliklə onların marağı artıq sadəcə oyunla qalmır, həm də rəqabətlə 1-ə 5 artmış olur. Daha sonra fiksit dərslər nə deməkdir? Deyək ki, bu şagird müəyyən modları oynayıb, bizdən müəyyən bir onun fərdləşmiş datası mövcuddur və biz bu süni intellekt əsaslı öyrənməsi sayəsində artıq ona verəcəyimiz növbəti modları onun əvvəlki etdiyi səhvlər əsasında veririk və beləliklə bir növ onun səhvlərini düzəldərək irəliləməsinə və daha effektiv şəkildə, daha tam şəkildə irəliləməsinə gətirib çıxardırıq. Növbəti Content Studio. Content Studioda artıq digər platform, YouTube, Roblox kimi platformalar kimi biz artıq modları istifadəçilərin özünün, hər bir fərdin özünün yaratmasına və bu yaratdığı modları paylaşaraq digərlərinin də bundan yararlanmasına gətirib çıxardırıq və artıq həmin platformalar kimi bizdə də populyarlıq dərəcəsinə görə, modların istifadə olma dərəcəsinə görə müəyyən məbləğ artıq qazana biləcəklər həmin fərdlər. Növbəti əlçatanlıqdır. Biz fiziki məhdudiyyətli şəxsləri də unutmaq istəmirik öz proyektimizdə və müəyyən əmrlərin səsə çevrilməsi olsun, palitraların düzəlişləri olsun. Qısaca onların da bizim platformadan asanlıqla istifadə etməsi üçün müəyyən tədbirlər görürük. İndi isə gəlin sizə məhsulun demosu haqqında məlumat verim. Məhsul hal-hazırda coğrafiya üçün hazırdır və ona yaxın modumuz mövcuddur. Burada o modlardan 5-ni görürsünüz və hər bir mod müəyyən bir bacarığın inkişafı üçün nəzərdə tutulmuşdur. Gördüyünüz kimi müxtəlif xəritələr üzərində oynana bilir və bizim əsas məqsədimiz sırf bu modul üçün yarım saatın altında istənilən bir xəritəni bura əlavə eləyə bilməkdir. İndi isə gəlin görək, həqiqətən də biz proyektimizə lazım olan marağı toplaya biləcəyikmi, yoxsa yox. Bununla bağlı sizlərə bizim Teknofest 2025 İstanbuldan olan bəzi görüntüləri göstərmək istəyirəm. Buradan da gördüyünüz kimi orta, aşağı və yuxarı yaş qrupuna olan müxtəlif şagirdlərin və hətta onların valideynlərinin bizim proyektə olan marağı burada mövcuddur və deyərdim ki, həmin layihədə ən çox diqqət çəkən stendlərdən biri məhz bizim digər layihəmiz idi. İndi isə gəlin ümumi market həcmindən danışaq. Ümumiyyətlə bazarına baxsaq, burada qlobal bazarda 404 milyard. Əgər biz növbəti hədəflərimizdən biri olan Türkiyə-Azərbaycan bazarına baxsaq, burada 2.2 milyard, amma bizim ilkin hədəfimiz olan özəl məktəblər və abunə sistemində isə burada bazar həcmi 8 milyon təşkil edir. Gəlin indi biznes modelimiz haqqında da qısaca sizə məlumat verim. Biznes modelimiz B2B və B2C olaraq ikiyə bölünür. B2B-də əsas bizim hədəfimiz məktəb lisenziyalarıdır. Dediyimiz kimi özəl məktəblərə bu lisenziyaların verilməsi və onlarda illik subscription məntiqi iləndir. Növbəti B2C məntiqi və burada free, hansı ki bildiyimiz digər platformalar kimi reklamlı və məhdud modlardan istifadə edə biləcəyi bir formadır.
Növbəti isə Pro-dur, hansı ki burada reklamsız, artıq burada limitsiz şəkildə modlardan istifadə edə bilər, özü müəyyən modlar yarada bilər, başqalarının yaratdığı modları görüb onları istifadə edə bilər. Tələb olunan məbləğ iddia edilən layihənin icrasına uyğundurmu? Gəlin münsiflərin fikirlərini işləyək. Bir məhsul nə vaxta düşünürsünüz tam şəkildə bazara təqdim oluna bilər? Bir də siz investisiya barədə məlumat vermədiniz. Nə qədər cəlb etmək istəyirsiniz? Sizə nə qədər müddətə o kifayət edəcək? Belə deyim, bizə əsas resource daha çox komandanın yığılması ilə bağlıdır və komandanın sərf olunan resursdur. Digərləri server xərcləridir, digərlərinə müqayisədə daha azdır. Daha çox software əsaslı bir şey olduğu üçün. Ona görə bizim ilkin modelimizin hazırlanması, ilkin modelimizdə nələr nəzərdə tutulub, ən azı 3 fənn üzrə müxtəlif modların hazırlanması, müəllim üçün panelin hazırlanması və belə deyim, aktiv şəkildə sinif daxili, onlayn formatda bunların oynanılmasıdır. Bizim modlarımızın oynanılması, bir neçə şagirdin eyni anda oynaya biləcəyi modlar. Bunlar üçün ilkin düşündüyümüz vaxt 6 aydır. İnvestisiyadan sonra əgər 6 ay müddət ərzində biz bu layihəni dediyimiz formata çatdıra bilərik. İnvestisiya olaraq da dediyim kimi resurs lazım deyə biz 50 minlik ilkin investisiya düşünürük. Manat. 50 min manat, bəli. Sırf dediyim kimi resursa xərclənilən məbləğdir bu. Və bu 50 min məbləğ də bizə ən az 2 il proyektin davamlı şəkildə belə deyim, kiçik komanda. Daha sonra əlbəttə skop böyüyəndən sonra daha çox investisiyaya ehtiyac duyulacaq, amma ilkin müştərilərimizin artmasından sonra bu investisiya başlanğıc üçün kifayət edir. Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partneri olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət edir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. İlk öncə sizi təbrik edirəm belə bir niyyətiniz üçün. Sadəcə sizi həm təklifim olacaq, həm də fikirlərim olacaq bununla bağlı olaraq. İlk öncə mütləq şəkildə ya acceleration proqramına, ya da bir inkubasiya proqramına keçməyiniz lazımdır. Çünki qeyd etdiyiniz bəzi məqamlar indiki reallığa çox da uyğun gəlmir. Məsələn, 50 min manatın 2 illə uyğun olaraq xərclənməsi bu çox da real deyil. Bu 3 ayda da xərclənə bilər və bəzi yerlərdə startapa sürət lazımdır. Sürət üçün də pulu xərcləmək lazımdır. Pulu saxlayaraq sürət qazana bilmərsiniz. Bunun kimi bəzi orada məqamlar var ki, o sizin acceleration proqramı içərisinə girsəniz əgər, o proqram içərisində bunları öyrədəcəklər və doğru bir şəkildə bunun davamı gələcək. Bir proqramla, daha doğrusu produktla bağlı bir neçə sualım var. Siz deyirsiniz ki, orta məktəbdə biz bunu edirik. Əgər bizim qabağımıza bir POC olaraq rəqəmlərlə qoya bilsəniz ki, biz bunu edərək uşağın öyrənməsi mənim üçün burada əylənməsi, dopamin mənim üçün maraqlıdır, mənim üçün maraqlı olan nəticədir. Uşağın öyrənməsinə buradan bura gətirə bilərik. Orada öyrənməni rəqəmlə göstərə bilsəniz ki, 1000 şagird ya da 1000 müəllim deyir ki, bizim məhsulu istifadə edərək research eləmişsiniz, POC ortaya qoyursunuz. Biz sizə investisiya etməyə hazır olaraq, kod akademiya olaraq sizə investisiya büdcəsini qarşılamağa hazırıq. Eyni zamanda resurslarla da dəstək olmağa da köməklik edə bilərik. Bu barədə ən azından gedib test edərsiniz. Yəni, bu şirkətin böyüməyin yox, bu məhsulun hələ uyğunsuzluğunu təyin etmək üçündür. Sizdəki o enerjini görürəm, ən azından ona görə bizim üçün maraqlı gəldi və ilk başda sizə yaxın durmağımın səbəbi budur. Amma ilk öncə biz şeyi başa düşməliyik, rəqəmləri görməliyik ki, tamam maraq var, Teknofestdəki maraq ayrı bir maraqdır. Real məktəblərdəki maraq bizim üçün önəmlidir. Real məktəblərdə müəllim sizin məhsulu öyrədərkən istifadə edəcəkmi, yoxsa uşaq mı özü əlçatan olub istifadə edəcək və bu uşağın uyğun olacaqmı, bu məsələn sonra freemium, premium qeyd edəmsiz, o büdcə uşağın alım gücünə uyğun olacaqmı, bu növbəti sualdır və 7-ci sinif uşaqları girib orada bir şey öyrənərkən hansı növ reklamları görəcək, ona görə böyük ehtimalla reklamlar sizə qadağan olacaq. Bu marketin özünün təcrübə baxımından ifadə edirəm. Bu suallarla bağlı araşdırıb və ayrıca bir görüş keçirərək sizlə bunu müzakirə etməyə açıq.
Tamam, çox sağ olun, minnətdaram suallarınız üçün. İlkin olaraq onu qeyd edeyim ki, mənim belə deyim, nə qədər effektiv olduğunu araşdırdığım hissə daha çox universitet tələbələri əsasında olubdur. Universitet tələbələri artıq müəyyən bir müddət bu metodologiyada tədris görmüş və daha sonra onun nəticələridir. Ona görə onların üzərində apardığım öz şəxsi eksperiment, orada hansı bir texniki bir statistik nəticə çıxmayıb ortaya. Özümün araşdırmasına görə, məsələn, sırf coğrafiya modulu üzərindən araşdırma aparmışam və bir oyunu, bir modu bitirməsi onun təxminən 6-7 dəfə daha da sürətlənmişdi. Yəni, buradakı modlarımız sırf Azərbaycan regionları üzərində baş verən oyunlardır və Azərbaycan regionlarını yarım saatlıq oynama prosesindən sonra, 40 dəqiqəlik oynama prosesindən sonra artıq 6-7 dəfə daha sürətli şəkildə bitirə bilirdilər. Bu, əlbəttə, fəndən fənnə, moduldan modula dəyişən bir prosesdir. Amma sizlə razıyam. Yəni, bu statistik göstəricilərin də əlavə olunması vacibdir. Və bəzi tətbiq etdiyiniz şeylərdə də öyrənmə nəticəsini ölçən vahid qoymalısınız. Bəli. Siz əyləncəni ölçə bilirsiniz, deyirsiniz ki, bunu düşdü, qalxdı, dəyişdirdi, amma öyrənmə nəticəsi bizim üçün vacibdir. Əlbəttə. Məsələn, fixed modulu əksi bildiyi biliyi tamamlamaq üçün yəqin ki. Əlbəttə. Tamamlayıb tamamlamadığını yoxlamaq lazımdır. Təhsildə hər şeyi yoxlayaraq addımlamaq lazımdır. Əlbəttə. Bu önəmli bir nüansdır. Bizim əlavə edəcəyimiz müəllim paneli o sırf əslində şagirdlərin nə qədər inkişaf elətdiyini ölçməsi üçündür. Məsəl üçün, onun ilkin səviyyədə Burada müəllim tərəfdən ayrı, tələbə tərəfdən də bu achievement duyğusu, bəli, başarı razıyam. duyğusu iştirakçının özündə olmalıdır. Ki, mən bunu elədim, əldə elədim. O da oyun kimi bir şeydir əslində, Bəli. onun özü də. Yəni, çünki beynimizin əsas dərslərdən uzaqlaşmasının səbəbi odur ki, biz uzun müddətli bir nailiyyət əldə edə bilərik nəyisə oxusaq. Ona görə o beynimizin bizə hədiyyə mexanizması, müəyyən bir reward mexanizması burada işə düşmür və bu səbəbdəndir ki, maraq azdır dərslərə, ənənəvi tədris sisteminə. Sizlə razıyam. Sırf bizim də əsas fokuslarımızdan biri odur ki, bu formatda tələbənin nə qədər inkişaf elətdiyini və ya hansı boşluqlarını düzəltdiyini artıq ona davamlı şəkildə göstərək. Bu mərhələdə hesab edirəm ki, daha çox modula ehtiyac var, əlavə işlək modullara. İndi coğrafiya modulunu göstərdiniz, maraqlıdır çox. Və son 1-2 ildə bilirsiniz, xüsusilə bu tipli onlayn xidmət ekosistemi köklü şəkildə dəyişib, yəni süni intellektin sayəsində daha çox layihələr var ki, hətta A-dan Z-yə kontenti özü hazırlayır, təqdim edir promptlar sayəsində. Yəni bu tipli çözümlər varmı, düşünürsünüzmü? Çünki bu yoxdursa artıq sizi bir neçə il geri atır. Və maliyyə tələbiniz də biraz aşağıdır. Belə görünür ki, siz investisiya yox, məsələn, grant maliyyəsinə hazırsınız. Yəni, belə bir fikriniz olsa, Kobiyanın grant layihəsinə müraciət edə bilərsiniz. 20.000 manata dək, düşünürsünüz ki, belə aşağı məbləğlər sizi hazırki mərhələdə dəstək ola bilərsə və pul qazanmırsınız, yəqin ki, pul qazansanız, Kobiyanın startup şəhadətnaməsində sizə tövsiyə eləyərdim ki, vergidən azad etsin sizi. Hazırki mərhələdə həm də mən biznesə dəstək qurumunun nümayəndəsi olaraq tövsiyə edərdim ki, gələcəkdə biznes yönümlü təlimlər və ümumiyyətlə sizin komandada əsas background yəqin ki, texnikidir. Texniki tərəfin görünür ki, çox gözəl bilirsiniz. Sizə ehtiyac var komandada məhz təhsil və təlimlə bağlı ekspertlər, psixoloqlar, hansı ki, o kontenti, qurulacaq modulları, yəni belə deyək, təsir edəcək qədər, şagirdə təsir edəcək və mənimsəniləcək qədər bir səviyyə çatdıra bilsinlər ki, yekun nəticələr, feedbacklər təbii ki, nə bizdən, nə sizdən yox, şagirddən, şagirdin valideynlərindən, müəllimlərdən gələcək və bu mərhələdə tövsiyə eləyərdim sizə bir də pilot layihə. Çox güman ki, biznes yönümlü modullarınız olsa, biz onu eləyərdik böyük məmnuniyyətlə Kobiyada. Amma yoxdursa, yəqin ki, bunu Təhsil Nazirliyi ilə birgə məktəblərin birində pilot layihə
işə salmağınız yaxşı olardı. Çox sağ olun, minnətdaram. Təşəkkürlər. Mənim də bir sualım var. Texniki istiqamətdədir. Siz oyun studiosundan orada qeyd etdiniz. Orada hansı mühərrikdən istifadə edirsiniz oyunları yazmaq Bizim üçün? belə deyim, əsas məqsədimiz odur ki, istənilən bir cihazda, yəni daha aşağı səviyyəli bir cihazda belə işləyə bilən bir modul olsun. Ona görə bizim oyun mühərrikimiz sırf front-end hissəsinə yığılmış versiyadadır. Yəni front-endin JavaScript-in öz library-lərindən yığılmış formatdadır. WebGL-də işləyirsiniz? Necə? WebGL əsasında. Bəli, hal-hazırda front hissə sırf onun üstünə qurulub. Bəli. Özümüz oyun mühərriklərindən istifadə etmədik. Dediyim kimi, yəni onlar artıq belə deyim, bunu məktəblərə tətbiq eləməyi düşünürsə. Ancaq brauzerda işləyən oyunlar olacaq, əgər düz başa düşdünüz. Bəli, ilkin müddətdə ancaq brauzerda oynana bilən oyunlar olacaq. Daha sonra B2C hissəsinə keçdikdə artıq sırf oyun tipli layihələr olacaq. Yəni telefonumuzu yüklədiyimiz digər oyunlar kimi olacaq bu layihədə. Yəni sual soruşmaqda əsas məqsəd bundan ibarətdir ki, siz orada qeyd edərsiniz ki, kontentin yaradılma prosesini siz həm də kənara outsource eləmək istəyirsiniz ki, insanlar gəlib orada kontent yaratsınlar və gələcəkdə gəlirdən pay götürsünlər. Yəni mühərrik seçimi ona görə vacibdir ki, bəzi mühərriklər çox populyardır. Məsəl üçün, onlardan istifadə edən və orada oyun yarada bilən insanların sayısı daha çoxdur. Əgər o tipli mühərrikləri seçsəniz, kontent yaratma prosesi daha sürətli olacaq. Əgər dar niş sahədə olan bir mühərrik seçsəniz, o prosesi yavaşladacaq. Yəni ona sadəcə fikir verməyiniz daha yaxşı olur. Ümumiyyətlə burada sizə 2 dənə bir şey deyərdim. User Generated Content dediyimiz UGC olaraq Content Studio çox bahalı və çox da ağır işdir. Bu öncəlik olaraq bunu bilməyiniz lazımdır. Bu bir, bunu düşünərkən 1-2-3 dəfə roadmap'in üstündən keçmək lazımdır ki, nə vaxt bunu başlatmaq və necə başlatmaq lazımdır. Bu tərəf ağırdır. Onu öncədən sizə bildirim. İkinci şey, ilk başlanğıc olaraq məncə hər hansı bir nişanı götürməyiniz yaxşı olardı. Orada test etməyiniz ki, ən çox tələbə, şagirdlər 7-ci sinif dediniz, ona görə deyirəm. Ən çox hansı fəndə əziyyət çəkirlər? Bu tarixdirmi, coğrafiyadırmı, bu matematik, riyaziyyatdırmı? Onların gələcəyinə nə daha çox təsir edəcək? Onu indidən toxunsaz, onu ölçə bilir hala gətirsəniz, biz ölçülə bilir rəqəmlərlə sizə daha çox kömək edə bilərik. Ən önəmli nöqtələrdən birisi budur. Çox sağ olun, minnətdaram. Bizim də ilkin hədəfimiz olacaq, yəni ilkin olaraq öz təklif etdiyimiz modullar vasitəsilə olacaq. Artıq ondan sonraki proseslər, Content Studio dediyimizsə bizim ən top hədəflərimizdən biridir. Çünki biz bir yerə qədər modulları üçün modlar yarada bilərik. Artıq ondan sonra yəni komanda buna kifayət eləyə bilmir. Çünki bizim məqsədimiz dediyim kimi, yəni bu platformanın dərsin bir parçasına çevirməkdir. Ona görə hər mövzu üçün də bunu eləmək mümkünsüz kimi bir şeydir. Ona görə sizlə razıyam. Biz Content Studionu ən son hədəfimiz kimi düşünürük. İlkin mərhələdə Content Studio üçün planlarımız isə daha belə deyim, limitli hərəkət eləyə biləcəyi bir platform onlara verməkdir. Məsələn, az öncə gördüyünüz o xəritə üzərindən olanda, onlar sadəcə başqa xəritələr üçün bunu eləyə bilirlər. Bu isə aydındır. Burada sizin yol keçərkən sadəcə aydınlaşdırmanız olduğunuz məqam, sizin müştəriniz kimdir? Müəllimdir, tələbədir, məktəbdir. Yəni onu təyin elədikdən sonra bu sualların cavabı özünüzdə tapacaqsınız əslində. Çünki hal-hazırda sizin daha keçməli olduğunuz bir xeyli yol var. Bu ölçülə bilir vahidlər də əslində burada çıxacaq ortaya. Ona görə sizdə bu dəqiqə biraz dağınıq var müştəri profilində və ümumiyyətlə xidmət etmək istədiyiniz tərəfdə. Amma bu çox qısa zamanda düzəldə bilər. Açıq onu demək istəyirdim. Uğurlar sizə. Çox sağ olun. Təşəkkürlər. Elçin, təşəkkür edirik. Uğurlar arz edirik biz sizə. Düşünürəm ki, sizin üçün maraqlı bir təcrübə oldu. Əlbəttə. Gələcək karyeranızda uğurlar arz edirik. Çox sağ olun. Təşəkkürlər. Bu linkə keçid edərək startapların təqdimatlarını izləyə və onlara investisiya partnyor olmaq üçün bizə müraciət edə bilərsiniz. Veb-saytdakı hər bir startap təqdimatının yanında investisiya et düyməsinə keçid edib, açılan pəncərədə öz əlaqə vasitələrinizi yazmaq kifayət edir ki, biz sizlə əlaqə yaradaq. Unutmayın ki, ən yaxşı əməkdaşlıq işin əvvəlində qurulandır. Təşəkkür edirik dəyərli münsiflər heyəti, sizə də gələn buraxılışda görüşmək ümidi ilə. Yəni yəqin ki, sizdə də maraqlıdır ki, artıq gələn buraxılışda kim olacaq bizim dəyərli bir o qədər də maraqlı gəncimiz. Əziz izləyicilər, beləcə bir buraxılışın da sonuna gəldik. Bugün daha bir fərqli ideyası olan gənci tanıdıq. Siz də həmin gəncin startapı ilə daha yaxından tanış olmaq üçün gubaycenter.az saytına daxil olaraq startaplarla tanış ola bilərsiniz. Gələn buraxılışlarda görüşənədək. Xudahafiz.